Bir kitab var. Çox qəribə kitabdır. Çünki müəllif oxucu ilə nəzakətlə danışmır. O birbaşa deyir: "Dinlə kiçik adam." Bu kitabda danışılan kiçik adam kasıb insan demək deyil. Bu qorxaq insandır. Məsuliyyətdən qaçan insandır. Azadlıq istəyib, amma azadlığın yükünü daşımaq istəməyən insandır. Wilhelm Reich deyir ki, diktatorlar göydən düşmür. Onlara kiçik adam yaradır. Çünki kiçik adam azadlıqdan qorxur. Azad olmaq qərar vermək deməkdir. Qərar vermək isə məsuliyyət deməkdir. Və bir çox insan məsuliyyət istəmir. O istəyir ki, kimsə gəlsin və onun yerinə qərar versin, ona desin nə düşünməlisən, kimə inanmalısan, kimdən qorxmalısan. Ətrafına bax. Dəyər yaratmadan yüksək maaş gözləyən, seçkiyə getmədən sistemdən şikayət edən neçə nəfər tanıyırsan? Bəlkə də tanımırsan. Bəlkə də güzgüyə baxmaq lazımdır. Və beləliklə kiçik adam əvvəlcə öz azadlığını verir. Sonra isə şikayət etməyə başlayır. Reich deyir ki, problem yalnız diktatorlarda deyil. Problem onu istəyən insanlardadır. Çünki kiçik adam gücü sevir. Amma azadlığı qoruyacaq qədər cəsarətli deyil. Bəlkə də bu kitabın ən narahat edən tərəfi budur. Çünki kitab bir diktator haqqında deyil. O kitab sənin, mənim, bizlərin haqqında ola bilər.